Baş prokurorluqda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin baş prokurorluğun inzibati binasının foyesindəki büstü önünə əkril və gül dəstələri qoydular. Baş prokurorluğun müasir informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilməklə yüksək standartlar və tələblər səviyyəsində yenidən təşkil edilən muzeyində Heydər Əliyevin zəngin irsini özündə əks etdirən eksponatlar, bu barədə elektron vasitələrlə Azərbaycan, ingilis və rus dillərində məlumatların verilməsi, onların elektron bazasının yaradılması, müasir elektron informasiya ekran və tablolarının yerləşdirilməsi tədbir iştirakçılarına təqdim olundu. Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrə əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər Heydər Əliyev dahi şəxsiyyətinin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu diqqətə çatdırdı. Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu Öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bugün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə edib. Öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaradıb. Ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olub. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb. Zakir Qaralov diqqətə çatdırdı ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşmasına görə ilk növbədə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, ölkəmizdə aparılan hərtərəfli məhkəmə hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət tədbirlərinin nəticəsi olaraq paytaxtımızın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilir. Amma mərasimli iştirakçıları və Azərbaycan prokurorluğunun kollektivi adından Baş prokuror Zakir Qaralov dövlət başçısı İlham Əliyevi əmin etdi ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək. Sonda ümummilli liderin xatirəsinə həsr olunan Azərbaycan televiziya və radio verilişləri qapalı səhmdar cəmiyyəti tərəfindən hazırladığı Vətənə, xalqa həsr edilən ömür filmi nümayiş etdirildi.